Sizlərə Binə qəsəbəsi Ülvi Şadlıq Sarayının tam arxasında ana yola 200 metr asfaltın üstündə 3 otaq, 2 sotda şəxsi evimizin təqdimata gəlmişik. Evimiz 110 kvadrat 3 otaqlı evdir, geniş evdir. Padvala giriş hissəsi var, yerdən 7 daş kürsülüdür. Bax bura bax, sağ tərəfi 1 metrdən də çox məsafə var. Kombi qalır, kombisi də var. Maşın da 2 maşın rahat girir. Var atası da birbaşa məhlə açılır, qəşəng geniş məhlədir. Evimizin bax digər tərəfindən sizi tanışıram. Ağaclar da əkibdən nar ağacları. Görürsünüz. Evimiz arxa tərəfində də 3-4 metrdən çox məsafə var. Bax bura bax, toyuq düzə saxlamaq üçün hində tikib, ağaclar, hər şey var. Raşotkalarına qədər hər şey qoyulubdur. 110 kvadratlı qoşadaş evdir. İndi evin daxilinə sizi tanış edirəm. İdeal evdir də. Yəni Allah hər kəsə belə şəxsi ev qismət etsin. Burada torpağın sotu ilə 15 mindir. 2 sotdadır, 30 min torpağıdır. 75 minə də evi deyirik. Baxın, indi evlə tanış olaq. Bax dostlar, giririk, koridor sistemdir. Sağa dönürsən, 4-ün 320-yə mətbəx. Mətbəx mebeli qalır. Radiatorlarına baxın. 2 metrəlik radiatordur. Ev hamam kimdir, yəni ideal evdir. İstilik sistemi Allah'a şükür ideal. 5-in 4-ə qonaq otağı. Bu divan qalacaq, gördüyünüz kimi. İnternetinə qədər hər şeyi də var. Bir dənə 5-in 4-ə haradasa belə yataq otağı da hamısı da qoşadaşdır. Radiatorlar hamısı 2 metrədir. Kondisioner də qalacaq. Sanitar qovşağı genişdir həqiqətən. Plus da yeri stipoldur. Şurkasızlar da hamısı da var. Aksesuarlar da hamısı işləkdir. 2-nin 2,5 belə bir sanitar qovşağıdır. İndi sizi digər yataq otağından tanış edirəm. Bu detski otaqdır, amma geniş otaqdır. 4-ün 320 otaqdır. Otaqlar geniş evdir. Belə bir evimiz. Dostlar, koridor sistemidir. Qiymət 75 min, şəxsi evdir. Harasa 4-5 ilin, bəlkə də çox belə evidir. 2 sotda tələsin, 75 min.